Salam, hər birinizi xoş gördük. Tədbirimiz dünya Azərbaycanlılarının həmrəylik günü və uşaqların çox sevdiyi yeni il bayramına həsr olunmuşdur. Bugün burada olmağımıza səbəb gül balalarının üzlərində az da olsa bir gülüş qatmaqdır. Tədbirimiz həmişə olduğu kimi dövlətimizin rəmzi olan himn ilə, o cümlədən həmişə borclu olduğumuz və heç vaxt unutmayacağımız şəhidləri anmaqla açıq elan edirik. Və zəhməti verdik, siz tək deyilsiniz layihəsinin rəhbəri, prodüser, təşkilatçı Aytən Muradlı. Çox sağ ol, Qurban, təşəkkür edirəm, var olasan. Elə açılışı ifa olaraq Qurbana verəcəm. Sevgilim ya, ne tür söyleyeyim basma. Bir çiçeğe çok aram dostu geldi. Onu görünce adamın o derdim geldi. O öyle güzel ki anlatamam değil. Kurban ol ne güzel çekip gelemedi. Kurban ol ne güzel çekip gelemedi. Kurban ol ne güzel çekip gelemedi. Qurban Səmədov, xoş gördük sizi. Bax, bu gözəl tədbirdə siz də iştirak edirsiniz. Təəssüratlarınızı eyni zamanda bu tədbirdə həm də aparıcı kimi fəaliyyət göstərirsiniz. Təəssüratlarınızı və 2026-cı ildə nələr arzu edirsiniz yeni ildə? Sizlər də salamlayıram. Mənə çox xoş oldu bu cür məsuliyyətli bir proqramın aparıcısı olmaq. Aytən xanıma təşəkkürlərimi bildirirəm. Həm də Aytən xanımla biz birlikdə çalışırıq. Aytən xanım mənim prodüserimdir. Belə əziz uşaqların yanında olmaq çox sevincliyəm. Və tədbirdə təltif olunmağa çox qürur vericidir. Çalışacaq ki, borcumdur və həmişə belə tədbirlərdə çıxış edək. olsun istəyirik və sizin üçün də Rüya xanım tərəfindən bəli gəlib bu istədim ki, bunu da sizlər üçün oxuyum. Fəxri Fərman mediada bir çox xeyriyyə tədbirlərində fəal iştirak edən fiziki qüsurlu körpələrə dəstək olduğu üçün Xəbərexpress.az saytının daimi dostu, aparıcı müğənni Səmədov Qurban Elçinoğlu təltif olunur. Minnətdarlığımızı bildiririk.